Keçirik ikinci şəxsin təkinə, təsniyəsinə və cəminə. Mə tənsuru, sən kişi kömək etmirsən. Mə tənsurani, siz iki kişi kömək etmirsiniz. Mə tənsurunə, siz kişilər kömək etmirsiniz. Sonra gəlir qadın cinsi. Demək, ikinci şəxsin qadın cinsi. Mə tənsurunə, sən qadın kömək etmirsən. Mə tənsurani, siz iki qadın kömək etmirsiniz. Mə tənsurnə, siz qadınlar kömək etmirsiniz. İndi gəlir birinci şəxsin həm təkində və həm zəmində olacaq. Mə ənsur, mən kömək etmirəm. Demək, burada ənsur həm kişi və həm qadın cinsinə aiddir. Mə ənsuru, mən kömək etmirəm, həm kişi və həm qadın. Mən ənsuru, birinci şəxsin cəmidir. Biz kömək etmirik. Həm kişi və həm də qadın cinsinə bunlar aiddir. İndi isə nəfi hal, yəni nəfi hal dedikdə feilin indiki gələcək zamanının mə inkar ədatı ilə işlədilməsi deməkdir. Nəfi hal müzarinin olumsuzudur. Yəni indiki gələcək zamanın nədir? İnkarıdır. Sonra müzari feilin başı